Selamun Aleyküm ve Rahmetullah Mansur müəllim. Aleykümselam rahmetullahi ve berekatuhu. Müxalif bir fikrə rədd etməyin qaydası necədir? Aleykümselam rahmetullahi ve berekatuhu. Deməli, ümumiyyətlə rədd etmək, fikirləri rədd eləmək bu dinimizin əsaslarındandır. Və biz alimlərə fikir versək, görərik ki, onların kəlamında rəddiyə var. Və ondan əvvəl Allahın kəlamına, həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnətinə fikir versək, görərsiniz ki, və görərik ki, orada nə qədər rəddiyələr var müxalif olan fikirlərə. Ümumiyyətlə, rədd eləmək bir fikrə qarşı danışmaq bu İslam dininin əsaslarındandır. Və bu mühafizə xarakteri daşıyan bir mövzudur, babdır. Və bunu elm üzərində eləmək və bunun ədəblərini və bunun qaydalarını qorumaq hər bir müsəlman üçün mühüm olan məsələlərdəndir. Rədd olunan məsələ mühüm məsələdir. Yəni, hansı məsələyə rədd olunur? Əgər rədd olunan məsələ əqidə məsələsidirsə, etiqad məsələsidirsə, burada bir fikir var, bir rəy var və başqa bir rəy yoxdur. Bəli, burada şiddət eləmək və ilzam eləmək olar. Yəni, məsələn, biz əşarilərə və ya xavaricilərə və ya rafizlərə və ya başqa bir azğın fikirdə olan təriqət sahiblərinə siz bu şeyi etməklə səhv edirsiniz deyəndə və mütləq lazımdır ki, bu cür deyəsiz deyəndə biz onları ilzam eləyirik. Nəyə? Haqqa, doğruya. Və onların o yolda olmaları bu azğınlıqdır, bu zəlalətdir. Etiqadi məsələlərdə rədd eləməkdə ilzam var, haqqa ilzam var. Amma fikri məsələlərdə, o məsələlərdə ki, o məsələlərin özündə belə ixtilafa yeri var. Alimlər o məsələlərdə ixtilaf ediblər. Hər kəs özünün güclü gördüyü rəyi deyə bilər. Və bir tərəfə gördüyü rəyi, doğru gördüyü rəyi bəyan eləyə bilər, amma ilzam eləyə bilməz. Bəyan eləyə bilərsə, məsələn, mən bu rəydə bunu görürəm, mən bu rəydə bunu görürəm, mən bu rəydə bunu görürəm və dəlillərim budur. Qarşı tərəf deyir ki, mən də bu cür görürəm və dəlillər budur. O zaman məsələ belə olduğu halda, yəni hər iki tərəfin əlində dəlil olduğu zaman, yəni rəy deyil, sadəcə olaraq dəlil üzərindədir. Eyb etməz rəddiyə verilsin, lakin gözəl üsulda. Alçaltmaq yox, təhqir edici sözlər işlətmək yox və ya məsələn, elə göstərmək ki, məsələ yalnız bu cürdür, başqa bir fikir, başqa bir rəy, başqa bir dəlil yoxdur bu məsələyə, bu cür rədd eləmək, yəni rədd verməyin ədəblərinə müxalifdir. Yəni, biz əgərlərim fikir versək əhl-i-sünnə imamlarına, fikir versək onların rəddiyələrinə, o da görərik ki, o məsələlər ki, fikri məsələlərdir. Məsələn, deyirlər ki, hədihi vicəhətu nazari, bu mənim görüşümdür. Hədə rayi, bu mənim rəyimdir. Və ya hədə məzhəbi, bu mənim məzhəbimdir. Və ya belə. Və qarşı tərəfə də rədd verdikləri zaman gözəl üslubda ədəblərə qoruyaraq rədd veriblər. Amma fikri bir məsələ, ixtilaflı bir məsələ, onu əqidə məsələsi kimi şişirdmək, onu əqidə məsələsinə çevirmək, bu yəni düzgün deyil. Və elə göstərmək ki, yalnız bu cürdür, müxalif demək, buna zid bir rəy demək, bu havadır, bu yəni dini aşağılamaqdır, bu dini alçatmaqdır, bu dini belədir, artıq bu yaraşmaz. Rədd formasında yaraşan bir üslub deyil. Amma rədd eləyə bilərsən. Deyə bilərsən, məsələn, bu məsələdə verilən bu cavab və ya deyilən bu söz mənə görə xatadır, doğru görüş budur, bu dəlillərə görə. O birisi rəy var, o cür deyən var, o cür alimlərdən deyənlər var və bu əsaslara əsaslanıb deyirlər, hansı ki, o qarşı tərəfin rəyidir, ha? Sən özün onun əksinəsən. Lakin doğru görüş isə budur. Ümumiyyətlə, alimlər rəylər deyəndə belə görürsən, bəzən bir rəy deyirlər və keçib gedirlər. Alimlər görürsən, cavab verəndə məsələni təfsilatı gedirlər. Belə var, racih olan budur. Nə üçün belə olur? Həmçin bu məsələyə toxunaq. Birinci bilmək lazımdır ki, alimlər fətva məqamında, məsələn, biri gəlib ondan bir söz soruşur ki, mən belə bir vəziyyətdəyəm, belə edə bilərəmmi? Deyir ki, elə və ya eləmə. Elə və ya eləmə. Yəni, özünün əməl etdiyi, özünün doğru gördüyü və ya sual verənin halına uyğun olan bir cavabı verir o hal üçün.
və onunla kifayətlən bitir. Day demir, bu məsələdə 5 dənə rəy var, biri belədir, biri belədir, biri belədir. Sən get, nə istəyirsən seç. Elə yox. Sadəcə birini deyir, hansı ki, düzgün bilir, gedir. Və onunla kifayətlənir. İkinci məsələ odur ki, alim o mövzunu dərs keçir. Dərs keçəndə başlayır. Bu məsələdə 5 dənə rəy var. Birinci rəy budur, ikinci rəy budur, üçüncü rəy budur. Birincinin dəlili budur, ikincinin dəlili budur, üçüncünün budur. Bunlar buna görə belə deyiblər, bunlar buna görə belə deyiblər, bunlar buna görə belə deyiblər. Doğru görüş budur, buna görə, buna görə, buna görə. Onların rəyləri niyə zəifdir, buna görə, buna görə, buna. Bu artıq tədris məqamında, tələbələrə dərs keçmək məqamında deyilir. Amma fətva məqamında, hökm məqamında, yəni alim bildiyini fətva verir və deyir və gedir. Ona görə biz gərək ixtilaflı məsələlərdə rəddiyə verdiyimiz zaman ən birinci ədəbləri qoruyaq. Həmçinin etiqad eləyək ki, o cür deyənlər var, o cür rəy var və bu cür deyənlər də var. Və hər iki tərəfində özünə məxsus dəlilləri var və sadəcə olaraq həmin elm adamı bir rəyi, o birisi elm adamı isə o birisi rəyi götürüb və burada heç bir sıxıntı yoxdur. Əgər belə olsaydı da bütün ümmət alimləri sıxıntı içərisində olardılar. Lakin bir şey də diqqət nəzər çatmaq istəyirəm, diqqətə çəkmək istəyirəm ki, bəzi insanlar, yəni görürsən elə insanlar var ki, onlarda əqidə, mənhəc, onlarda yəni əsas və usul məsələlərində problemlər, böyük problemlər var. Onlar bunları bildikləri halda rəddiyə vermirlər. Amma görürsən, hansısa bir dənə fikri məsələ çıxır, alış-verişdən və ya məsələ üçün də azan hökmü, nə bilim, məsələn, nəyin hökmü, nəyin hökmü, cümənin hökmü, nə bilim, nə. Görürsən, bunda şiddətli, sanki belə bir rəy var kimi də hökm, fətva və yaxud da rəddiyə, hansı ki, yalnız belə olmalıdır məsələlərdə rəddiyə vermirlər və rədd eləmirlər. Təbii ki, deyə bilərlər ki, biz dərslərimizdə deyirik. Belə necə təyin edib rəddiyə vermirsənsə, elə də təyin elə o xatalara da rəddiyə verir də. Dərsdə hamı deyir. Aydındır. Ona görə bu ədəblərə qorumaq lazımdır. Bu ədəbləri, birinci məsələ fikridir yoxsa yox, belədir yoxsa yox, elədir yoxsa, bu məsələlərə fikir vermək lazımdır. Çünki bu məsələlər mühümdür. Allah Teala daha doğrusunu bilir. Və qulu mə təsməun və sallallahu nəbiyyə Muhammedin və alə alihi və sahbihi ecməin. Allah razı olsun. Sizdən.